Sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunacaq. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əskər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək. Bununla əlaqədar bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Dini məbədlərdə şəhidlərimizin ruhlarına dualar oxunacaq. Günorta saat 12-də ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev mərkəzində və alov qüllələrinin üzərində Azərbaycan bayrağı əks olunacaq. Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək. Eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.